Salam değerli izləyicilərimiz. Bugünkü Masazlı qəsəbəsində düz marşrut xəttinin üstündə gördüyünüz marşrut xəttidir. 569 nömrə marşrutun tam axırında. Marşrut evimizin düz yanında dayanır. Belə geniş bir evi sizə elə bir çox qiymətə təklif edəcəm ki, həqiqətən həyəti belə olmayan balaca evlərin qiymətindən də çox ucuz. Evimiz 100 kvadratdır. 100 kvadratı təmiz həyətə qalır. Evimiz həqiqətən çox gözəl bir evdir. Qoşa kubikdir. Gördüyünüz kimi kombi xəttinin nəzərdə tutulan yeridir. Qazı çəkilib, işığı çəkilib, suyu var, hündür ərazidə kanalizasiya var. Rahatlıqla 3-4 maşın girə bilən həyətə qalır. Çox gözəl həqiqətən bir qiymətə deyirəm. Bu evimizin istəsəz 1, 2, 3 dənə ev deyən yana. 2 yaxşı qonşu, 2 yaxşı ailə üzvlərinə yaxın qonşu olmaq istəsələr, bu evlərdə alıb yan-yana qonşu ola bilərsiniz. Hər ikisi üçünü də eyni ölçüdə kvadratda yerləşən evlərdir. Bir evimizin qapı sistemi qalıbdır. Qapını da yaxın günlərdə gətirib qoyacaqlar, zakazı verilibdir. Yəni istəsəz qapının seçimini siz də edə bilərsiniz. Girən kimi sol tərəfdə geniş bir mətbəximiz var. Gördüyünüz kimi mətbəximiz 5 metr yarım belə uzunluğundadır. Böyle geçək birbaşa həyətinə baxır. Şəbəkə pəncərələrləndir, kəməri, bünövrəsi çox geniş, rahat bir evdilər. Qiyməti 58 bin manata. Real hazırlarda endirim olacaq. İndi bəzi xırda həyətli evlər sahiblərinin nəzərinə inciməsinlər məndən ki, həqiqətən bu genişliyində, bu qiymətə Masazlı dairəsində yox, heç bir yerdə yoxdur. Bu da bizim qonaq otağıdır. Düzdür, hər birisi keyfiyyətli tikilir. Sadəcə bu evin genişliyi, həyətin böyüklüyü bugünkü Masazlı qəsəbəsində bu qiymətə, bu həyətdə, bu ölçüdə otaqlar yoxdur. Solda hamam otağımızdır. Görürsünüz ki, hamam otağı da tam hazır vəziyyətdədir. 2 geniş yataq otağımız var. Maşallah olsun. Yəni, nəzərdə tutaq ki, bu belə. Hər otaqda bir dənə başqa cür işləmə tavandır. Evimizin gedişimi bugünkü gün arkasından da böyle yukarılarda da böyük yerler çok da yaxın bir ev sağda. Karşıda, yanında tam yaşayışdır. Bu da ikinci yataq otağımızdır. Gene 2 torpağımızın çıxarışı var. Qazı, suyu, işığı, mərkəzi kanal sistemi var. Bu otağımızda pəncərəsində aşağıdır. Tam yaşayış, hər tərəf. Hündür ərazidir. Birbaşa Duz gölünə baxan panoraması var. Ekoloji baxımdan çox təmiz bir havası var buranın. Nə deyərdim, gəlib inşallah yerində tanış olacağız. Yay günü bugünkü gün burada gözəl sərinlik əsir ki, inanmırsan ki, həqiqətən burada Masazlıda belə sərin bir yer olar. Duz gölü buradan görsənir. Novxanıdır. Gəlib yerinə tanış olarsınız. İnşallah ondan sonra ev öz qiymət verərsiniz. Sağ olun, görüşənə qədər.